Axşamınız xeyir, bugün olan ən son iqtisadi xəbərləri sizə mən Diana Dadaşova təqdim edəcəm. Bakı şəhərində Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Azərbaycan Mərkəzi Bankının iş qrafiki uzadılıb. Həmçinin qeyri-iş günləri də daxil olmaqla Mərkəzi Bank tərəfindən banklara intensiv nəqd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Bununla yanaşı ölkədə fəaliyyət göstərən banklar xüsusi gücləndirilmiş iş rejiminə keçib. Amma aparılan əməliyyatlar məhdud olacaq. Mərkəzi Bankın sədr müavini Alim Quliyev hesab vaxtının suallarını cavablandırıb. Azərbaycan Mərkəzi Bankının iş qrafiki uzadılıb və qeyri-iş günlərdə daxil olmaqla banklarda intensiv nəqd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Mərkəzi Bankdan verilən məlumata görə iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Grand Prix yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür. Formula 1 oyunları ilə bağlı həm Mərkəzi Bankda, həm də bank sektorunda iş rejimi dəyişdirilsə də qeyri-iş günlərində heç də bütün əməliyyatlar aparılmayacaq. Bunu aynısı eksklüziv müsahibəsində Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib. Burada nəqd pulla bağlı təsisat məsələlərində problem olacaqsa, Mərkəzi Bank onu təchiz edəcəkdir. Bankların ehtiyacı yaranacaqsa, Mərkəzi Bankdan əransı. Amma təsərrüfat qeyri-iş günlərində təbii ki, hesablaşma əməliyyatları aparılmayacaq. Yəni, təsərrüfat subyektləri işləmədiyi üçün, çalışmadığı üçün işdən kənar vaxtları nəzərdə tutulur. Ona bank əməliyyatlara ehtiyac olmayacaq. Sadə gələn qonaqlarla əməliyyatlar hissəsində rejim uyğunlaşdırılacaq. Qaldı Formula 1 yarışı ilə bağlı manatın məzənnəsində hər hansı kəskin dəyişiklik ehtimalına Alim Quliyev bunu istisna edərək bildirdi ki, bu tədbir manatın dəyərdən düşməsi üçün fundamental əsas deyil.